Herkese salam. Hər vaxtınız xeyir olsun səhifəmizin dəyərli izləyiciləri. Bugün mətbəximdə sizin üçün yumuşaq kotlet reseptini bölüşəcəm. Əvvəlcə 2 böyük soğanı xırda-xırda doğrayırıq və qiyməmizə əlavə edirik. Daha sonra kənarda ıslatdığımız bir dilim çörəyi əlavə edirik. Sonra dəndədən keçirilmiş böyük bir kartofu əlavə edirik. Daha sonra bir yumurta, duz, sarı kök, istiot əlavə edib qiyməmizi yaxşı qarışdırırıq. Kotletləri hazırladıktan sonra qızdırılmış yağa əlavə edib qızardırır. Kotletler kızarandan sonra kenarda hazırladığımız kartofları yaxşı kızardırır. Ve sonra servis edirik. Nuş olsun, çok tatlı alının. Siz de bu resepti sınayın, əminəm bəyənəcəksiniz.